Biz bu günləri frezi tortu hazırlayırıq. Bunun indi yığım qaydasını sizə göstərirəm. Əvvəla çəmbər qoyuruq. İçinə şəffaf plyonka qoyuruq. Bu mütləq olmalıdır. Biskvitimizi qoyuruq, şərbətləyirik. Sonra çiyələklərimizi düzürük bu formada. Bu cürlə yığırıq. Sonra kənarlarını kremlə dolduracağıq. Başqa meyvədə qoymaq olar mı? Yox, xeyr, ancaq çiyələk. Çalışın ki, eyni ölçülərdə olsun çiyələklər. Daha qəşəng görsənir, səliqəli. Bu cürlə yığdıq. İndi kremlə doldururuq. Sonra içində dolduracağıq. Ortasına da meyvələrini yığacaq. Həmin yenə krem qoyacaq. Buna pesok tökülməlidir mi? Yox, biz tökmürük, özünün dadı qəşəng gəlsin. Onsuz da şirinsi kifayət qədər var. Ancaq istəyən tökə bilər də, əlavə edə bilər. İstəyə görə. Üstünə də biskvit qoyacaq.